Azərbaycanlılarında birlik, həmrəylik günü kimi qeyd olunduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir. Dünya Azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Heydər Əliyev çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə sizləri təbrik edirik. Türkiye Cumhuriyeti sizleri Dünya Uluslararası Danışma Günü vesilesiyle tebrik ederiz. Les estamos por el Día de Solidaridad de los Azerbayanos en el mundo. Вышедцы мужа солидарности. Qırğızistan, sizler de dünyalık Azerbaycanlılardır. Tilekleşti külümelen tutuktayız. Возвращаемся кожи тонжелиди жухы. Türkmenistan, sizi bütün dünya Azerbaycanlıların Harikalar Qardaşlıq Günü münasibəti bilən qutlayırız. Özbekistan, həmşiyatlik borjoy da qalababor. Cənubi Koreya, Can Segi Azərbaycanın yön deyənlərin macı çöpiyində. Verildi möhtəşəm tarixi qərar, yarandı öz milli birliyim ünüm. Həmrəylik günümüz verir və hər bar, gəlir mübarək və həmrəylik günü. ...31 dekabr tarixi gündür. Həmrəylik günümüz tarixə döndü. Sabaha inanla baxırıq indi, gəlir bərbəzəklə həmrəylik günü. Gəlir gün doğandan, 6 ay turandan, gəlir Türkiyədən, İraq, İrandan, halallıq əks edib nurlu Qurandan, gəlir duz çörəklə həmrəylik günü. Soydaşlar uzun bir yol keçib gəlir, doğmalar sevincdən göz yaşın silir. Onlar diyarını, səccanı bilir, gəlir gül çiçəklə həmrəylik günü. Şahane sevgilim
iş imkanları, istifadə olunmamış potensial mövcuddur və potensial milli maraqlara xidmətə yönəldilməlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev.